Media qurumunun yeni olması onun ünvanladığı sualın əhəmiyyətini və ya jurnalistin peşəkarlığını müəyyən edən meyar olmamalıdır. Əksinə, yeni medianın inkişafı üçün onun fəaliyyətinə, suallarına və ictimaiyyətə çatdırmaq istədiyi məsələlərə münasibət bildirilməsi vacibdir. Lakin təəssüf ki, bəzən yeni yaranan media qurumları fəaliyyətlərinin ilk mərhələsində müxtəlif münasibətlərlə qarşılaşırlar. Belə ki, Milli Məclisin deputatı Rasim Musabəyevlə müsahibə almaq üçün əlaqə saxladıq. Lakin media qurumumuzun yeni yarandığını öyrənən deputat suallarımızı dinləmədən müsahibə verməkdən imtina etdi. Burada əsas sual yaranır. Yeni yaranmış media qurumunun jurnalistinin sualını dinləmədən müsahibədən imtina etmək nə dərəcədə doğrudur? Bu arada onu da deyək ki, cənab Musabəyev yeni media subyektlərinə olduğu kimi elə seçicilərinə də eyni münasibət sərgiləyir. Deputatınız kimdir? Rasim Musabəyev, keçmiş Musabəyevin nəvəsi. Onu biz tanıyırıq, ancaq buralarla əlaqəsi yoxdur, heç kiminlə saymır. Elə deyək, mən politologum. Yaxşı, biz əgər politologsa geçir eləsin də bizə deputat lazım ki, dərdimizi deyək. Deputatınızı tanıyırsınız? Yox, tanımıyorum. Görməmişim. Heç gəlib sizinlə görüşməyib? Yox, görüşməyib. Deputatınızı tanıyırsınız? Görməmişəm mən. Heç zaman gəlib sizin problemlərinizlə, qayğılarınızla maraqlanmayıb? Xeyr, maraqlanmayıb. Deputatınızı tanıyırsınız? Xeyr, bura görməmişəm, neçə ildir yaşayıram burada. Heç görməmişəm, tanımıram. Xeyr xanım, tanımıram. Deputat özü gəlib cəmaatla maraqlamalıdır. Cəmaat deputatla yox. Yaxşı deputatsa gəlsin maraqlansın. Məqsədimiz deputat haqqında birtərəfli fikir formalaşdırmaq deyil. Rasim Musabəyevin səsləndirilən fikirlərə cavab vermək hüququ var və onun bu mövqeyini təqdim etməyə hazırıq.